deməli, bugün saat 3-də imtahanımız var. Həmən dünən gecə oxumağa başlamışam. Yəni bir neçə saat oxumuşam sadəcə. İmtahanın başlamasına saat 1-ə qalıb. Saat 3-də başlamalıdır. Bir neçə saat qalıb artıq. Bilmirəm. Oxumaq istəmirəm də. Çünki nə qədər oxumuşam, maksimum bir neçə saat. Yenə deyirəm. Bundan əvvəlki imtahanda bir günə hazırlaşıb 39 almışdım. Bundan bacara bilərəm ya yox. Amma gidim video çəkmək istəyirəm. Hal-hazırda oxuma prosesindəyik. Tək deyiləm, qrup yoldaşlarım da var. Amma kim üzün düşməsini istəyər ya yox, üzün düşməsini istəyənlər çəkəcəm. Hələ ki belə. Həyəcanım yavaş-yavaş keçməyə başlayır. Biraz bundan qabaq daha çox həyəcanlıydım. Və qrup yoldaşımın biri. Biz bu şəxslər imtahandan uğraşırıq. Məniyim. Merhabalar. Sevimli qrup yoldaşlarımdan biridir. Biz bir yerdə oxuyuruq. Adətən imtahanlardan bir neçə saat qabaq gəlirik. Adətən bir neçə saat qabaq gəlirik. Belə təkrar edirik. Biraz oxuma prosesindən çəkərəm. Evet. Və biz gedirik. İmtahan otağına gedirik. Yavaş-yavaş. Tutmaq lazımdır. Deməli, imtahanı oxumaqdan əlavə olaraq yeri İmtahanda ən önəmli olan şeylərdən biri də imtahanı yer tutmaqdır. Bəli. Bəli. Oxumaqdan daha önəmlidir o. Dən pedaqojinin həyatını göstərim. Topladığın bal oturduğun yerdən çox önəmlidir. Bura pedaqojinin həyatı. Bura yeməkxanadır, kitabxanadır, fizika, biologiya, kimya fakültəsi oradadır. Burada riyaziyyat fakültəsi. Belə, burada çıxış yerdir. İnsanlar sənəti sevmək tərbiyəsi. Ofşa hər şeyin tərbiyəsi var Hər belə şeyin bax. tərbiyəsi var. Terbiyesizlik yapma ya. Bəli, asandır deyənlərə. Nə var, tələbəsiz hər şey. Sizə vəziyyət, Yerdə oturur. sizdə vəziyyət əladır deyənlər. Kaş ki, mən də tələbə olardım deyənlər. Elə deyil. Oxu. Tələbə. Prinsipi, tərəflər arasında bərabərlik prinsipi. Yuxarı bizim imtahan zalımızda buraxmırlar. Şagirdlərin hamısının vəziyyəti budur. Yerdə olanlar da var və biz. Niyə bu da bizdən? Salam dostlar. Ayda 2. Nəzarətçilərlə aranı yaxşı saxlamalısan. Heç bir mənası olmasa belə. Mənası yox. Çıxmağa çalışırıq. Başladıq imtahan zalına giriş eləməyə. Biz artıq yerimizi tutduq. Son saniyələr neçə bal gözləyirsən? 17. Neçə bal gözləyirsən? Mən bilmirəm. 30 plus gözləyirəm. 2 hours later. İmtahandan çıxmışıq. Üçlü. Hə, sən danış. Mən imtahandan çıxmışam. Deməli, gözləyirəm ki, 50 alacağam. Yoxlamağıma rəğmən. Texniki səbəblərdən dolayı Aysel'dən indi soruşuram. Nətər keçdi imtahan? 4'ü 5'ü 3 4 5'iniz falan. Çok fazla mı? O biller de şu. Artıq qaranlıq düşüb deyə işıqla çəkirəm. Mən öz nəticəmə gələndə vəziyyət yaxşı idi, amma sadəcə nəticəm tam dəqiq deyə bilmirəm. Baxır mənim yazdığım müəllimin xoşuna gələrmi, gəlməzmi? Bəzən olur ki, xətti də oxuya bilmirlər. Amma inşallah oxuyarlar. 5-ini də yazmışam. Neçə bal verəcək bilmirəm, amma 30 plus gözləyirəm. Ən aşağısı. Təbii ki də nəticələri də videonun sonluğuna əlavə eləyəcəm. İnşallah yaxşı gələr. 3 days later. Uşaqlar, mən gəldim. Deməli, ən son olaraq 9-lu videonu çəkmişdim. İndi 12-si davamını gətirirəm. Bildiyiniz kimi tələbələr bilir. Semestr imtahanı vermək qədər onun nəticəsini gözləmək də çətindir. Tam 3 gündür bu nəticələri gözləyirik. 6 bazara düşdüyü üçün. Deməli, artıq ayın 12-si olduğuna görə bizim nəticələrimiz bizə məlumdur. Mən nəticəmi birinci deyim, 50 baldan 4 bal aşağı. Yəni tam baldan 4 bal aşağı 46 bal almışam. Aşağı nəticə gözləmirdim. O qədər çətin imtahan deyildi. Keçəcəyimi də düşünürdüm. Bu qədər yüksəkdə bir neçə saat hazırlaşmağa məncə əla bir şeydir. Çünki bildiyiniz kimi bir gün belə yox, bir neçə saat hazırlaşmışdım. İndi qızların nəticəsini də ekrana verək. Özləri yanımda olmadığına görə belə bir şəkil formatında sizə verərəm. Sabah yenə imtahan var. Yenə bir neçə saat qalıb, bir gün belə yox. Neçə saat ərzində oxumağa çalışacağam. Nəticəmi öyrənmək istəsəz, buradan çıxan Instagram hesabından takib edib story bölməsindən öyrənə bilərsiniz nəticəmi. Çünki onu gözləməyə ehtiyac qalmayacaq. Şifahi imtahandır deyə həmin dəqiqə bizə məlum olur. Uşaqlar, bu mənim ilk vloqum idi. Gördüyünüz kimi nə qədər həyəcanlıyam. Bilirəm mənfilər var. Hardasa xoşunuza gəlməyən şeylər olacaq. Nəzər yetirin, ona əsasən baxış keçirdin. Həm həyəcanlıyam, həm mənə də maraqlı gəlir vloqun nəticəsi nə olacaq. Düzdür, imtahan ərəfəsində belə həyəcanlı deyildim çəkərkən, amma indi həyəcanlıyam. Like atıb dəstək olmağı unutmayın. Dostlarınızla paylaşın və rəy bölməsində hansı videoların gəlməsini istəyirsinizsə yazın. Sağ olun.